أعوذ بالله من الشيطان الرجيم. Assalamu alaikum, isenmisiz? Siz meşitte şuşu mahsus sadaka tartmasını görəsiz iken, demek tizden qaysı bayram yakınlaşa deyen söz? Eyye, dürüst uylısız. Ramazan gayeti, yani Uraza bayramı. Fitr sadakası naq şuşu Uraza bayramı aldığından birilə deyindi. Bugünkü tapşırığımız da şuna bağışlana. Ul Tatarlar hem Uraza gayeti dip atala. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Uraza bayramına bir neçə gün qalğaç fitr sadaqası tarala başlayır. Nəsə o fitr sadaqa? Bu haqda bizə Bulat Hazret cavab verir. Allah Rabbimiz Subhanahu wa Ta'ala bizlərə yılına bir ay boyu uraza tutunu farz etdi, hər bir bizə yüklədi. Bu günlərdə biz aşağı işüdən, cinsi münasibətdən, həm özümüzdə bolğan türlü kimçilik, xatalardan, til afətindən saqlanırğa, tırışırğa tiyişmiz. Amma da lakin əlbəttə adam balası zəif. Razada işlənirgə tiyişli bulmağan qaybir buzuq əməllərə kirib getirə mümkün. Həm şunun üçün Allah Subhanahu wa Ta'ala bizə urazanı tutqandan soң şuшы kichkina xata kimçiliklərini düzəltir üçün həm Ramazan ayındağı tutqan urazalarımızı kamil rəvişdə tamamlar üçün fitra sadaqasını yüklədi. Fitra sadaqası ailədə bolğan hər bir kişi hesabından miskin fəqirlərə, birilərə төлənirgə tiyişli bolğan rizq. Fitra sadaqası hər bir kişi hesabından 100 sum deb hesablana kimində. İndi kimningdir maddi mümkünçiligi yuqarıraq ikən, alar ailədəki hər bir kişi üçün 700 sum шығарырға tiyişli bulurlar. Və bu fitra sadaqasının maqsadı G'ayit günü, bayram günü miskin fəqirlərni, muhtaç qardaşlarımızın көңілләрен көтәрү, аларга bayram hisin kirtu. Fitr sadaka. Bu nefede bakayım. Allah'ın rahmeti olsun, ilden yolları kum olsun, illerimiz tınış olsun. Biz kişilərə taratу üçün bir neçə paket azıq-түлік aldıq. Onlarını isimlik boyunca tiyişli adreslarga iltəbiz. Ol adreslarını bizə mikrorayonlarının jirli uz idarə sovetlarından getirdiler. İlk fitr sadaqasını muhtajlarga nişik bergənlər soң? Belki ışanmazsız, amma ilk fitr sadaqasını məşidlərə getirməgənlər, özləri öyləşkənlər. Hazır ise bu cevaplı işini məşid öz üstüne aldı. Amma fitr sadaqasının bir günə tiyinin də məşid faydasına tutarğa yaramay. Xalq getirgən fitr sadaqasına azıq-түлік satıb alışlarga, onu tigizləb bölüb paketlarga tuturuşularga, həm öz maşinalarında muhtajlarga tarıtuşularga Allahı özü əcir savabların moldan versin. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. Rahmetullah. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. Amin. Ramazanlar tutkan orazalarımızdan kavgalardan kısın Allah'tan aklarımızdan kişilerini şistalarından ahirette yukarı dereceli cennetlere getirmeye nasip etsin. Amin. İnşallah sizge de şu. Amin. Sizge de şu. Assalamu alaikum. Din tıyılğan zamanalar da bulğan bit əli. Bu fotoğa qarağız. G'ibretli foto. Şulaymı? Latin harfləri bilən tatarca yazılğan. Biz uraza tutmuybuz. Allah'a şükür, bugün biz Ramazanның qaşan başlanasın da, uraza qaytın qaşan bulasın da bilib turabız. Sovet çırında bularını bilü olay jеңілгіне bulmağan. Qarali qarşıq, uraza ayı o'tgan ekan endi. Qayon bildin onu? Gazetada uraza tutuning zarari turida yoza boshlaganlar. Qarağız əli, revolyusiyaga qadar təbriknamələr də nişik bulğan.
Мөселманнар бәйрәм белән берсе газета аша кытлаганнар һәм тәбрик открыткалары да җибәргәннәр. Близ площади Коммуны, на одной из тихих московских улиц, находится соборная мечеть. 2 июня 1954 года сюда собрались жители города мусульмане на празднование Айдеф Рамазана. С проповедью ваас к прихожанам обратился хаджи имам Хатиб Исмаил ибн Минни Али. Поздравив собравшихся с праздником и пожелав всем счастья и Божьей милости, он призвал прихожан строго соблюдать заповеди Корана. Совершайте свои дела всюду и везде, соблюдая справедливость и правду. Не отступайте от этого аята. Родители, прежде всего дайте хорошее воспитание своим детям. Учите их ремеслу, чтобы они могли хорошо трудиться. Живите в мире со своими родственниками, живите в мире со своими соседями. Не смотрите с недоверием на людей другой нации, ибо в противном случае будете лишены мирских благ. С такой же проповедью имам Хатиб выступил перед собравшимися на дворе перед мечетью. Аллаху Акбар, Аллаху Акбар, Аллаху Акбар. Ассаламу алейкум ва рахматуллах. بسم الله الرحمن الرحيم ياسين والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. Assalamu alaikum wa rahmatullahi wa barakatuh, hürmetli din kardeşlerim. Allah'ın rahmeti bilen Ramazan ayın karşı alıp, bu ayda katnaşıp, izgilik kılıp, tırışıp, uzatıp da jiberdik. Bir gün tutsam yarıma, 2 gün orada tutsam yarıma, elbette yarı. Elbette bir gün tutsan da yarıgına tügül kirek. Sin tutup kara. Allah Teala özü eyte kutsi hadistekiler inne savmu li ve ana aczi bihi. Dürüstlükte uraza minim için. Minim için uraza. Minim için sin aşağıdan, işüden, günahlardan tıyılasın. Ve ana aczi bihi. Yani min özüm ecir savab berem de Allah Teala. Şuna göre bir gün bolsa da sen Allah'a özünün imanını ko'rsatasın. Allah'a ko'rsatasın özünün umtuluğunu, izgiligini hem Peygamberimiz aytdı. Men qama, men sama Ramadana imanen ve ihtisaben. İman getirip, ümitlenip, uraza tutsan, kıyamlarına tursan, gufira lehu ma taqaddama min zambi. Bütün günahların keşirilsin. Bütün günahlar keşirilsin. Cemaat, ümitlenik. Şuna göre jinu günü bilen sizni cemaat. Öz nefsimizni jindik. Hem şulayuk turmuşumuzni davam ettirge tiyishmiz. Allahu Ekber.
Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. فبأي آلاء ربكما تكذبان ولمن خاف مقام ربه جنتان فبأي آلاء ربكما تكذبان ذواتا أفنان فبأي آلاء ربكما تكذبان Yüreklerimizde şimdi ikilete his, bir yaktan Ramazan kite, ikinci yaktan kuanırga da tili, çünkü bayram deyip, Allah Teala her birimizni indi nık etsin, her birimizge selametlik birsin, her birimizge kelешекni yoqti nurlu ko'rgan nasib etsin, bizning bütün qilgan izgi amallarni, uraza tutganlarimizni qablardan qilsin. Ham endi shulay birdan bo'lib, birga bo'lib, bir-birimizni ko'rib, hurmat etib, zo'rlarni zo'r etib, yoshlarni tarbiyalab, matur etib yasharga bizga nasib etsin. Yıl sayın şuşunday bayramlarımızda qurban bulsun ol, Ramazan gayetlerimizde şuşunday motor gına tabınlar hazırlayız özümüzün apalar, abiler için, babaylar, abiler hem singli kişiler, inekişlerimiz için şuşunday motor tabınlarını 300 kişiye hazırladık. Allah'a şükür hazırlayız biz özümüzün meşke yürüyüşler bilen, şulay apalar bilen, yaşlarımız bilen birgeleşip. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu hürmetli din kardeşlerim, hem konaklar. Bayram günlerinde sizin için mahsus işara iştirabız. Elbette sizin yüzlerinizde yılmayı ol bizning için bulak bolur idi. Nindigine sınavlar kelmesin, nindigine so'nggi günlerde mana shunday ağır haller kelmesin, biz cemaat albatta kuchli bo'lirga tiyishmiz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد واتقوا الله إن الله خبير بما تعملون. Ya Rabbi biz Allah bizlarni yo'l fojialardan, xavf xatarlardan, og'ir sherlardan bizni o'zing saqla. Ham endi sherlovchilarga, xastalanuvchilarga tez ravishda yengillik bilan shifolarini ingdir. Bu şoraның foydası kişilerini birleştirirge hem Allah'ның bir buluğun anlata. Biz barşabızdagın şuшы жерде йөрибез һәм бергә дуслык, татулык булырга тиеш. Монда күп кенә кешеләр татар телен аңламасалар дагы, мусульман динендә булмасалар дагы, алар күрә ничек мусульманнар һәр кешене якын итеп, яратып, хөрмәт итеп, берсенә ярдәмләшеп яшәгәнне аңлата. Бик зур чара кешеләрнең йөрәкләренә yumuşak hisler uyanуга этәргеч булып тора бу чара. Вагаз тыңладык, Коръән тыңладык, ихласка йөридек бит без хәзер менә пандемия белән йөрмибез инде. Сагындырамы? Әйе. Без ел сайын менә шушылай җыелышып киләбез. Мин даже беренчедән әйтер идем, вагаз тыңлау. Аллаһка ышану. Анарысын икенчедән инде менә шул үзебезнекеләр белән монда аралашу, күрешү, ансы да бер сәбәп. Һәммәгезгә дә ай буена йөрдек, без монда ифтарларга йөрдек. Шушы булды, шул кадәр игътибарлы булдылар барсы да. Зур рәхмәтләр. Аллаһ Тәгаләнең рәхмәтләре яусын. Монда эшләүчеләргә барсына да Аллаһ Тәгалә исәнлеккә нәрмәсен, рәхмәтеннән, ярдәменнән ташламасын. Гаиләләренә барсына да исәнлек, саулык, тазалык биреп, исәнлеккә هم الفائزون
لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون. Sağınıp kütüp alğan Ramazan ayımızda tamamlandı. Biz şatlanıp uraza beyremi uzdırabız. Tutqan urazalarımız, qılğan ibadətlərimiz, birgən sadaqalarımız qabullardan bulsun deyip Allah'dan soruyuz. Rabbim ilk günlərimizə iminlik, dünyalarga tanışlıq bir. Sağ bulunuz. Esselamu aleyküm.